Hörmətli müdavimlər, hər kəsi salamlayıram. Sizlə danışan Əsmər Hüseynovadır, Kurikul üzrə təlimçi. Hörmətli tələbələr, hörmətli müdavimlər, biz keçən dəfəki dərsimizdə sizlə təhsil qanunundan danışdıq və təhsil qanununu tamamladıq. Bu günləri isə sizlə növbəti bölməyə keçirik. Yəni pedaqoji psixologiya bölməsində, yəni bu belə deyək də, kurikulum kitabı özü 2 hissədən ibarətdir. Birinci hissəsində sırf fən kurikulumu və sənədlərdən danışılır. Sonuncu hissədə isə pedaqoji psixoloji nəzəriyyələr və yaxud da konsepsiyalara dair olan mövzular öz əksini tapır. Və burada belə deyək ki, qəbulda bizi qarşılaşdığımız suallar içərisində adətən hər iki bölmədən kifayət qədər suallarla qarşılaşırıq. Mən sizi iki tərəfli aparmaq üçün, yəni iki tərəfdən də məlumatınız olması üçün həm pedaqoji psixologiya tərəfini keçəcəm, tədris edəcəm həftədə bir dəfə, həftədə bir dəfə də bizim sizlə təhsil qanunu olan, yəni fən kurikulumu dediyimiz hissə ki var, o hissə davamlı olaraq tədris olunacaq. Amma bəzi mövzular var ki, kurikulumda məsələn, o mövzular tələb edir ki, orada ardıcıllıq olsun, yəni heç bir şəkildə dərs ötürülməsin və növbəti dərs onun davamı olsun. Məsələn, taksonomiya bölməsidir, keçiriləcək, sizlə tədris olunacaq, nədir onun adı, bu təfəkkürün növləri bölməsidir. Onlarda biraz ardıcıllıq var deyə mən o 1-2 dərsi dalbadal ardıcıl formatda aparacağam. Amma hər həftənin nəzərə alacaqsınız bir günü bizim deməli fən kurikulumu günümüz olacaq. Bir dərsimizin izah günü isə pedaqoji psixoloji nəzəriyyələr olacaq. Keçən il qəbula gedənlər çox yaxşı bilir ki, qəbulda kifayət qədər suallar, yəni əksər suallar məhz həmin o pedaqoji psixologiya bölməsindən salınmışdı. Bu günləri isə biz bu pedaqoji psixologiya bölməsindən ilk şəxsiyyət olan Gardnerin çoxnövlü və ya çoxşaxəli iki adı var bu nəzəriyyənin. Çoxşaxəli və ya çoxnövlü intellekt nəzəriyyəsi ilə tanış olacağıq. Hörmətli müdavimlər, ümumiyyətlə Gardner deyir ki, yer üzündə olan bütün insanlarda 8 növ zəka var. Yəni 8 növ zəka var. Bəzi mənbələrdə 9 deyilsə də siz rəsmi olaraq qəbulda 8 zəka növünü götürəcəksiniz. Və Gardner deyir ki, bu 8 zəka növünün 8-i də bir insanda ola bilər, 8-i də. Ancaq biri və yalnız biri digərlərinə nisbətən daha çox nəzərə çarpır, daha çox ön plandadır. Məsələn, Gardnerə görə hansı deməli zəka növləri var? Gəlin bu 8-in adına bir baxaq. Baxın, görürsünüz yazıb. Verbal lingvistik intellekt. Verbal, yəni söz deməkdir. Lingvistika dilçilikdir. Yəni dilçi, dilçiliyi xoşlayan, danışığı sevən, daha çox belə deyək də, yazılı və ya şifahi nitq olsun, bundan istifadə etməyə məharətlə bacaran insan lingvistik insandır. Ola bilər ki, bir şəxsiyyət tipi, biz bəzən deyirik filan kəs poliglotdur və yaxud da filan kəs lingvistikdir, yəni dilçidir də, belə deyək. Ola bilər ki, ikinci intellekt növü məntiqi riyazi zəkiyə sahib olan insan ola bilər. Məsələn, insanlar var ki, həyatda hər şeyi hesablama, səbəb-nəticə əlaqəsi, bir məsələni digər məsələ ilə əlaqələndirmək. Bax, bu tipli hər şeyi dərk etməyə çalışır. Adam riyaziyyatçıdır, hesablamalar aparır. Bu adam riyaziyyatçıdır, yəni çox danışmağı sevmir, qısa, konkret, ümumi və mücərrətləşmiş anlayışlardan istifadə edir. Adam ola bilər məntiqi ritmik zəkaya sahib olsun. Bu üçüncü intellekt tipidir və ya intellekt zəka növüdür Gardnerə görə. Sıralamaya ehtiyac deyil, yəni sıralamanı bilsəniz olur, bilməsəniz də burada sıralama vacib deyil, əsas adlarıdır. Musiqi ritmik kimlərdir? Məsələn, bu adamlar daim görürsünüz ki, zümzümə eləyirlər. Məsələn, mahnı oxuyurlar, daim ritm tuturlar. Yəni adətən həyatı bunlar musiqi ritmləri üzərində yaşayan insanlardır. Məsələn, bunu tələbə vaxtlarınızda da müşahidə edə bilərdiniz. Məsələn, mühazirə evə verilibsə, mətn onu öyrənir, musiqi dinləyə-dinləyə bunu edir. Yəni, və yaxud da müəllimin səsini yazır və sonra onu dinləməyə başladım. Musiqi ritmikdir, yəni danışıq, səs və digər məsələlərə bir həssaslık var. Məkan vizual intellekt bir 4-cü intellekt növümüzdür. Məkan vizual. Yəni, bu adamlar daha çox
düşüncəsini inkişaf etdirmiş olur. Adam var, naturalist intellektə sahib ola bilər. Bu 5-ci intellektdir. Natura, təbiət sözündən də hörmətli tələbələr. Yəni təbiətdə gəzintilər, heyvanlar, çiçəklər, bunlarla maraqlanırsa və yaxud da otaqda bitki yetişdirir, dibçəkdə gül yetişdirir və s. bu adam naturalist intellektli insandır. Bir digər zəka növü bədən kinestetik şəxsiyyətdir. Bədən kinestetik şəxsiyyət adı üzərindədir. Yəni fiziki hərəkəti sevən insanlardır. Yəni daha çox özlərini jestlə, mimika ilə ifadə etməyi sevirlər. Digər intellekt növümüz şəxslər arası intellektdir. Adı üzərindədir şəxslər arası. Bunun antonimi məsələn fərd daxilidir. Tamamilə əksidir. Fərd daxili özünə qapanıq insandır. Özü ilə tək qalmağı sevir. Ona nə lazımdır, onu çox gözəl bilir. Özü üçün yaşayan insan fərd daxili insan. Amma başqaları nə deyər, başqalarının fikirlərini əsas götürüb sosiallaşmağı sevirsə bir insan, o artıq şəxslər arası intellektdir. Bax, Gardner da deyir ki, bu 8 növ adını çəkdiyimiz, indi bir-bir tanış olacaq birazdan. 8 növ zəka və ya dərk etmədən insan 8-inə də sahib ola bilər. Bir insanda həm lingvistik ola bilər, həm məntiq, həm verbal. Həm verbal, həm məntiq, həm lingvistik dedim. Onsuz da verballa eyni sözdür, ona görə onu təkrarlamaya ehtiyac yox. Vizual ola bilər, naturalist. Bir neçəsi ola bilər. Ancaq biri, yalnız biri onu əsasən səciyyələndirir. Buna bir nümunə demək istəyirəm. Leonardo da Vinci, məşhur rəssam. Leonardo da Vinci, biz necə tanıyırıq o adamı, rəssam kimi. Amma əslində Leonardo da Vinci həm belə deyək ki, fizik olub, həm cərrahiyyə ilə məşğul olub, adamda həm də həkimlik ixtisası var. Amma biz onu necə tanıyırıq? Biz onu rəssam kimi tanıyırıq. Demək, bir neçə zəka ola bilər, amma biri onu səciyyələndirən və əsas zəka növü hesab olunmalıdır. İndi başlayırıq. Yəni mən işarə etmədiyim heç bir yeri lazım deyil. Yuxarıda da yeni dediyim kimi təsnifatı götürürük və bir insanda bir neçəsi ola bilər. Sadəcə biri və yalnız biri digərlərindən üstün olan intellekt növü olacaq. İntellekt və ya zəka eyni şeydir. Yəni o da sizi çaşdırmasın. Birinci başlayaq. Gəlin baxaq verbal lingvistiklərə. Bax, diqqət eləyəcəksiniz nəyə? Nə lazım ola bilər? Deyir, bu sözlərdən həm şifahi, həm də yazılı nitqdə istifadə etməyə bacarığıdır. Bilirsiniz də, nitq iki cürdür, ya şifahi, ya da yazılı. Yəni, bu şəxslər həm yazılı, həm də şifahi. İnsan var, sözün yazılı ifadə etməyə çox yaxşıdır, çox gözəl yazısı var. İnsan da var, çox gözəl danışır. Yəni, şifahi və yazılı nitq hər ikisindən istifadə edə bilər. Başqa sözlə desək, dilin sintaksis, bax, diqqət eləyin, fonetika və semantika hissəsi. Nə deməkdir bu ifadələr? Gəlin bir bunlara baxaq. Baxın, ola bilər ki, tək sintaksis olmasın. Bu sintaksis, fonetika nədir? Azərbaycan dilində bilirsiniz terminlərdir. Ola bilər qrammatika, ola bilər, tutaq ki, deyək, morfologiya. İstənilən dilçiliyə dair termini versin, yəni verməyəndə problem yoxdur. Siz orada sintaksis, fonetika, semantika, dilçiliyə dair hər hansı terminologiya görsəz, bilin ki, bu adam lingvistikdir, yəni dilçidir. Sonra deyir ki, bu dildən başqalarını inandırmaq, daha sonra müəyyən məlumatı yadda saxlamaq, informasiya vermək və dilin özü haqqında danışmaq bacarığıdır. Yəni, həm də dilin özü haqqında danışmaq, bu sözü unutmursunuz, başqalarına məlumat vermək üçün istifadə olunursa, bu verbal lingvistik intellektə sahib olduğunu göstərir. Əgər ümumiləşdirəriksə, dilçiliyə dair terminologiyalar nə görsəz bilin ki, lingvistikdir. Danışmağı, yazmağı sevirsə lingvistikdir. Bir də peşələri yadda saxlayın. Siyasətçilər və oratorlar, natiqlər. Bunlar adətən lingvistiklərdir. Məsələn, Erdoğan adam natiqdir. Heydər Əliyev natiqdir. Yəni, prezidentimiz natiqdir. Bunun hamısı onu göstərir ki, lingvistiklərdə dilçilik bacarıqları çox yüksək səviyyədə inkişaf etmiş olur. Keçdik növbəti intellektdə, məntiqi, riyazi intellekt. Gəlin görək məntiqi riyaziyyatçılar kimlərdir? Deyir ki, bu riyazi bacarıqlardan effektiv və düzgün mühakimə qabiliyyətidir. Bax, bu mühakimə sözdən çox xahiş edirəm, diqqət edin. Niyə? Bəzən tələbələr, səbəbi bilinmir nə üçün, deyir ki, mühakimə varsa müəllim, bu niyə lingvistik deyil? O zaman mən deyirəm, mühakimə etmək bilirsiniz nədir? Mühakimə, bilirsiniz, bəzən biz bunu səhv başa düşürük, çünki bizim insanlar bəzən bunu düzgün istifadə etmirlər. Mühakimə etmək üçün bir insanı. Bizim əlimizdə faktlar olmalıdır, bizim əlimizdə sübutlar olmalıdır, bizim əlimizdə nəticələr olmalıdır. Biz o faktlar arasında əlaqə yaradıb, sonra bir nəticəyə gəlməliyik. Amma mühakimə budur. Ona görə burada bir fakt toplanması, səbəb-nəticə əlaqəsi də daxilində var deyə mühakimə yürütmək riyaziyyatdır, məntiqi riyaziyyatdır. Yəni qətiyyən lingvistik deyil. Sonra buraya dilin, deməli, buraya daha doğrusu o mühakimə qabiliyyəti dilçiliklə əlaqələndirməyəcəksiniz. Orada qətiyyən əlaqəsi yoxdur. Buraya məntiq, səbəb-nəticə əlaqəsinin yaradılması,
və digər abstraksiyalara qarşı həssaslıq var. Abstraksiya nədir, hörmətli tələbə? Abstraktlar, abstrakt informasiya, yəni mücərrədləşmiş. Məsələn, lingvistik insan, dilçi insan uzun-uzun danışmağı sevir. Falan, 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 uzun-uzun. Amma məntiq riyaziyyatçı konkret və qısa danışır. Tutaq ki, deyək ki, biz məntiqi riyaziyyatçı bir insanda nəyə görürük? Məsələn, tutaq ki, nümunə olaraq deyirəm, sadəcə olaraq. İndi bunu mən elektrik keçirən metallardan da deyə bilərəm, amma çox sadə olsun deyə çox primitiv bir nümunə deyəcəm. Tutaq ki, deyək ki, deyirsən ki, alma heyvanlar falan filan filan meyvələrin adlarını çəkirsən. Uzun-uzun danışmaq. Bir də var, qısa deyirsən ki, tutaq ki, deyək ki, şirəli meyvələr, quru meyvələr. Konkret. Yəni təsnifatlaşdırmaq. Konkret danışırsa riyaziyyat məntiqçidir. Ona görə də mücərrədləşmiş, qısa, konkret, daha konkret ifadələr qurursa bu adam riyaziyyatçıdır. Səbəb nəticədir. Bir iş baş veribsə, onun səbəbi mütləq var. Heç bir şey belə baş vermir. Səbəb, nəticə. İndi biz inşallah sizinlə təfəkkür növlərini keçəndə məntiqi keçəcəyik. Məntiq də digər, məsələn, tənqid məntiq yaradıcı 3 təfəkkür növü var. Onların içərisində məntiq səbəb-nəticə əlaqəsinin bir nömrəli daşıyıcısıdır. Yəni bir şeyin səbəbi və nəticəsi. İşığı yandırdın, otaq işıqlandı. Səbəb və nəticə. Sonra məntiqi riyazi intellektdə, baxın, bayaq dediyim sözlər, təsnif etmə nədir? Deyirsən, bir var alma heyvana, bir var deyirsən ki, meyvə, gilə meyvə, quru meyvə və s. Ümumiləşdirmələr, hesablamalar bura aid edilə bilər. Yəni, bu arada təsnif etməyə hər şey deyə bilərsiniz. Məsələn, bir var heyvanların adını çəksən, bir də var qruplaşdırırsan. Ev heyvanı və ya heyvan qruplaşdırma, təsnif etmə, ümumiləşdirmə eyni şeylərdir. Bundan başqa hesablama bacarıqları da bura aid edilə bilər. Beləliklə, riyaziyyat, rəqəmsallıq, hesablama, ondan sonra məsələ misal da verə bilər. Yəni, tək burada verdiyinə baxmayın. Və yaxud da cədvəl verə bilər. Cədvəl bir var, deyirəm ki, sxem qrafik, o vizual indi keçəcək birazdan, o da ola bilər. Amma cədvəl üzərində iş sırf riyaziyyatdır. Mühakimə yürütmək bacarığını da dedim, səbəb-nəticə əlaqəsində diqqətdə saxlayacaqsınız. Gəldi musiqi ritmik intellektdə. Musiqi formalarını dərk etmək, fərqləndirmək bacarıqlarını əhatələyir. Burada açar sözünüz ritm, registr, melodiya, tembr, ton, tonallıq və s. Yəni tembr, temp, ondan sonra ritm, registr, bu sözlər nəyə aid sözlərdir? Əlbəttə ki, musiqiyə aid sözlər. Bax, musiqiyə aid olan ifadələr də musiqi ritmikin sözləri olacaq. Gəldik məkan vizuala. Məkan vizual intellektə sahib insanlar məkanı vizual olaraq dəqiq dərk etmək və qavramaya əsaslanaraq ona dəyişiklik etmək bacarığına sahib insanlardır. Baxın, məkanı dərk etmək. Bu sözü unutmayın. Məsələn, qəbula sual düşmüşdü. İdmançı A məntəqəsindən B məntəqəsinə belə deyək ki, yarış zamanı çatır və bu zaman o məntəqələr arasındakı, tutaq ki, deyək ki, o hissələri yadında saxlayır. Unutmayın, bəzən tələbə burada görür ki, qaçırır, idmançı da deyir, bu bədəndir. Xeyr, bədən kinestetik deyil o. Siz baxın, görün nəyi deyir? Deyir ki, yadda saxlayır. Nəyi yadda saxlayır? Məntəqələr arasındakı məsafəni və ya məntəqələr arasında hesablama demir, götürəsən riyaziyyat. Deyir ki, məntəqələr arasında ya məsafəni yadda saxlayıb, ya da məntəqələr arasında nələrsə yadda saxlayıb. Məkanı yadda saxlamaq, məkan vizualdır. Bunu unutmayacaqsınız. Və yaxud da deyə bilər ki, sərnişin daşımada avtobusda, tutaq ki, deyək ki, sərnişin filan məntəqədən filan məntəqəyə çatmaq üçün nəysə yadda saxlayır. Məkanı yadda saxlamaq, dəqiq xatırlamaq məkan vizualdır. Bura hansı peşələr daxil edilə bilər? Memarlıq, rəssamlıq, interyer və dizaynerlik. Doğrudan da rəssamlarda məkan vizual intellekt çox yüksək səviyyədə inkişaf edib. Buralarda bu peşə sahiblərini də əzbərləyəcəksiniz. Gəldik naturalistə. Naturalist intellektdə mən hər zaman bunu belə deyirəm, bəzən zarafat edirəm. Çiçək, böcək, təbiətə dair nə görsəz, natura, təbiət sözündən onu verəcəksiniz. Və təbiətə aid olan nələrsə təsnif etmə, nələrsə əlaqələndirmə, nələrsə tanıma, amma təbiətlə bağlı biz bunu naturalistik verəcəyik. İndi davam edirik. Gəldik bədən kinestetik. İndi uşaqlar sual verə bilər ki, Əsmə müəllimə, bayaq siz dediniz ki, riyaziyyatda ümumiləşdirmə, təsnif etmə var. Bəs indi oradakı təsnif etməklə, məsələn, buradakı təsnif necə? Əlbəttə bir məsələ. Onu mən başa düşəsiz deyə dedim. Riyaziyyat əsaslı təsnifatdan söhbət gedir riyaziyyatda. Amma biz təbiətə aid olan nələrsə, məsələn, bu bitkilər falan bitkilərdir, bu çiçək falan fəslə aiddir. Bu cür təsnif etməni biz naturalist götürürük. Bədən kinestetik intellektə gəldik. Bədən kinestetikdə isə fikir və deməli, hissləri ifadə etmək üçün müxtəlif bədən hərəkətlərindən istifadə nəzərdə tutulur. Adətən əl işləri yaratmaq,
nəyisə dəyişdirmək bura aid edilə bilər. Əsas sözlər koordinasiya, əzbərləyirsiniz bu sözləri, balans, çeviklik, sürət. Bunlar hamısı idman deyirik də, idman fənni, fiziki tərbiyə. O bədən kinestetikin sözləridir. Koordinasiya, balans, çeviklik və sürət. İndi nəyə diqqət edirsiniz? Burada hansı peşə sahibləri daha çox bədən kinestetikdir? Aktyorlar, atletlər, rəqqaslar. Bunlar daha çox bu peşənin sahibləri hesab oluna bilərlər. Bədən kinestetikdirlər. Aha, yəni məsələn buna bir başqa bir şey də əlavə etmək olar. Məsələn, tutaq ki, deyək ki, pantomimika, jest mimika, rollu oyun, səhnələşdirmə. İndi birazdan cədvəlin içərisində biz buna baxacağıq. Yəni burada olan bu peşə, belə deyək də, bu sahədə olan şəxslər daha çox və yaxud da bu intellektə sahib olan şəxslər jest mimika, üz hərəkət ifadələri, bədən özünü ifadə edərkən görürsən əl ayağı ilə danışır, qolu ilə danışır, özünü bədənlə ifadə edir. Bax bu bədən kinestetikdir. Peşə olaraq aktyor, atlet, rəqqaslar. Məsələn, burada bir əmma var. O nədir? Aktyor bildik, pantomimikadır. Aktyor fiziki hərəkətləri daha çox istifadə edir. Bədən kinestetikdir. Atlet də həmçinin, amma rəqqasa diqqət. Bəzən tələbə deyir, müəllimə, niyə biz rəqqası musiqiyə qoymuruq? Mən bu sualı sizə verirəm. Niyə biz rəqqası musiqiyə qoya bilmərik? Bədən kinestetikdir. Bunun bir cavabı var. Cavabımız budur ki, yəni suala cavab vermək istəyən videonu dayandırıb cavab verə bilər. O ayrı məsələ. Amma mən indi deyəcəm. Deməli, rəqqaslar, məsələn, əgər balaca uşaqlar musiqi məktəbinə gedibsə, ətrafınızda görmüsünüzsə, orada görə bilərsiniz ki, müəllim uşaqlara musiqisiz, ritmsiz, əvvəlcə 1, 2, sağ, sol bunları öyrədir. 1, 2, sağ, sol. Yəni, sırf bədən hərəkətlərini öyrənirlər. Sonra musiqi və ritm verilir, deyilmi? Ona görə rəqqaslar fizikidir. Amma bir əmma var. Musiqi alətlərində ifa, qarmon, piano, skripka və s. Bəs onu nə götürək? Çoxunuz deyəcəksiniz yəqin bədən. Xeyr. Musiqi alətlərində ifa, musiqi sözü olduğuna görə bunu belə yadda saxlayın. O musiqi ritmikdədir. Yəni bunu belə verirlər bölgüləndirmədə. Amma bir də demək istəyirəm. Rəqqas sırf fiziki hərəkət olduğuna görə bədən kinestetik. Onlar isə musiqi olmasa da əl ayaq hərəkətləri ilə, əl ayağa vurmaq hərəkətləri ilə işi icra edə bilirlər. Başqa bir nümunə deyəcəm sizə. Bədən kinestetik və musiqi ilə uyğun olan, qəbulu da vaxt ikən düşmüş. Əgər sadəcə olaraq uşaq partanı döyəcləyirsə, tak, tak, tak. Bu hansı intellektdir? Bədən kinestetik. Amma mən deyirəmsə ki, uşaq ritmik olaraq, belə deyək, vurursa əgər stola, partaya və yaxud da, bu artıq musiqidir. Çünki orada ritmik vurma var. Bax, ritmik sözünü unutmayın. Amma sadəcə tak, tak, tak vururam. Bunun heç bir mənası yoxdur. Bu bir bədən kinestetikdir. Gəldik şəxslər arası intellektə. Bu arada bir son bir şey də deyim. Mexanik, cərrah və memarlar da burada var. Deyərsiniz, mexanikləri bildik, üzr istəyirəm, cərrahları bildik. Bəs memarlar, bəs bunu necə biz yadda saxlamalıyıq? Mən o zaman nə deyirəm? Mən o zaman deyirəm ki, mexanik bildiyimiz kimi bədən kinestetikdir. Cərrahdır, bədən kinestetikdir. Çünki əl hərəkətlərindən istifadə var. Memar məkanda da var, görürsünüz, hər ikisində var. Bəs necə ayıracağıq ki, bu hansına aiddir? Bir dənə köməyimiz odur ki, əgər düşüncəsində və ya xəyalən və yaxud da kağız üzərində bir iş cızırsa, qara deyək, çertiyoj və s. biz bunu məkan vizual veririk. Amma fiziki olaraq adam nə isə edirsə, tikmək, qurma ilə bağlı. Biz artıq onu bədən kinestetik adlandıracaq. Gəldik şəxslər arası intellektə diqqət eləyək. Şəxslər arası intellektdə başqaları sözü var. Baxın, deyir ki, digər insanların hissləri, niyyətləri, motivasiyaları, əhval-ruhiyyələrini dərk etmək və buna görə insanları fərqləndirmək bacarığıdır. Yəni, başqalarının hisslərini. Məsələn, bu fərd daxili daha asosialdır. Yəni, özü ilə tək başına qalır. Məsələn, ora baxın, deyir, fərdin özü haqqında məlumatlı olması, özünü dərk etməsi. Yəni, bu şəxsin özünün güclü zəif tərəflərini bilməsi, temperamentini bilməsi, özünü anlamasıdır. Yəni, tək başınadır və özünün nə istədiyini bilir. Amma şəxslər arası intellektdə başqaları ilə ünsiyyətdən maraqlı olmaq, başqalarının jest və mimikalarına həssaslıq, işarət dilini anlamaqdır. İndi burada dayanın. Tələbələr çox vaxt deyir ki, Əsmər müəllimə, axı biz jest mimikanı bədən kinestetik dedik. Onda necə? Baxın, mən demirəm ki, mən bunu bədən kinestetik olaraq istifadə edirəm. Yəni, mən jest mimikadan istifadə etsəm, bədən kinestetikdir. Amma mən başqalarının jest mimikasının, qaşının, gözünün hərəkətindən, əl-ayaq hərəkətlərindən onun nə demək istədiyini anlayıram. Burada bir incəlik var. Bu şəxslər arasıdır. Fərd daxildə də dediyimiz kimi şəxsin tək başına
olmağı sevməsi və özü ilə tək başına vaxt keçirmək və özü haqqında məlumatlı olmasıdır. Beləliklə 8 intellekt növünün 8-ini də hörmətli tələbələr bir-bir dedik. Adları xahiş edirəm, diqqətlə yadda saxlayaq. İndi bax düşürsüz aşağı. Burada 2 cədvəl var. Yəqin ki görürsüz. Bizə aşağıdakı yox, yuxarıdakı cədvəl lazımdır. Bunu əzbərləyəcəyik, yəni əsas yerləri. Buna isə sadəcə olaraq evdə baxacaqsınız. İndi gəlin cədvəllərimizə bir-bir nəzər yetirək. Aha, demək cədvəlimizlə davam edirik, hörmətli tələbələr. Cədvəlimizdə yuxarıya diqqət edirsiniz. Kənar hissələrə diqqət edirsiniz, sətr sütun üzrə. Verbal lingvistik, bax görürsünüz, 8-nin də adı belə deyək, sütunlar üzrə yazılıb və yaxud da sətirlər üzrə yazılıb. Və burada bu hissə yox. Bax bizə sevir və ehtiyacı olduğu deməli şeylər bölməsi lazımdır. Gəlin baxaq. Deməli verbal lingvistikdə deyir ki, oxumaq, yazmaq, hekayə nəql etmək, söz oyunları oynamaq. Bax, yəni fikir verirsiniz, burada şəxsiyyət tipi, oxumağı, yazmağı, burada çətin heç bir şey yoxdur. Yəni lingvistikdirsə, verbaldırsa, əlbəttə ki, o oxuyacaq, yazacaq, hekayə nəql edəcək, söz oyunları oynayacaq. Burada çətin heç bir şey yoxdur. Keçirik digər hissəyə. Kitab, gündəlik yazmaq üçün vasitələrə ehtiyacı var. Dialoq, müzakirə, debat, hekayə. Baxın, burada kitab gündəlik hissəsi aydındır, amma burada dialoq da aydındır. Yəni danışığı sevir. Müzakirə də aydındır. Bu da danışıqdır. Hekayə aydındır ki, bu da danışıqdır. Amma debata bir diqqət eləyəcəksiniz. Niyə? Tələbələrimizin çoxu deyir ki, Əsmər müəllimə, debat iş üsulu, doğrudan da iş üsulu kimi debat, Gardnerdən danışmıram. İş üsulu kimi debatda belə bir söz verilib ki, debat riyazi məntiqli uşaqlara daha çox uyğundur. Bunu görən tələbə o dəqiqə çaşır. Müəllimə, biz burada nə götürəcəyik? O zaman mən deyirəm, sizə testdə Gardneri soruşursa, yəni Gardnerin heç özünün iş üsullarından xəbəri yoxdur. Adam özünün nəzəriyyəsini yaradıb, orada bu cür verib. Gardneri soruşursa, siz debatı verəcəksiniz lingvistikdə. İş üsulları kimi soruşsa ki, debat hansı, belə deyək ki, hansına uyğun gəlib, götürəcəksiniz riyazi məntiq. Bunu fərqləndirəcəksiniz. Ona görə debat burada deməli, lingvistik verbalın içərisindədir. Daha sonra məntiqi riyaziyyatçılara baxaq. Eksperiment aparmağı, sorğu-sual etməyi, tapmaca həll etməyi, hesablama etməyi xoşlayırlar. Yəni, daha çox sorğu-sual sözü burada sizi çaşdıra bilər. Çünki tələbə deyir, müəllim, sorğu-sual varsa niyə bu lingvistik deyil? Məsələ budur ki, sorğu-sualda bilirsiniz nə var? Sorğu-sualın içərisində bir mühakimə var, bir nəsə həqiqət axtarma var, araşdırma var. Ona görə də, məsələn, dialoqla sorğu-sual eyni şey deyil. Sorğu-sualda bir mühakimə bacarığı var. Ona görə bu riyaziyyatdır. Təbii ki, burada məntiqi tapmaca. Biri var deyə, uşaq deyir, müəllim, tapmaca niyə verbal deyil? Baxın, Azərbaycan dili, ədəbiyyat kontekstinə baxmayın. Tapmacalarda bir məntiq var da. Bir tapmaca deyir, onun məntiq açmasını soruşur. Birbaşa məntiq. Hesablama aydındır. Eksperiment üçün lazımi materiallar, planetari və elmi muzeylərə ekskursiya. İndi burada dayanırsınız. Niyə? Bu ekskursiya məsələsi aşağıda da var. Yəni, məkan vizualda da var. Baxın. Sadəcə fərqi nədir? Biri var elmi planetari muzeyi, yəni elmi muzeyə səyahət. Bir də var incəsənət muzeyi. İncəsənət muzeyi məkan vizualdır. Amma elmi planetari deyirsə, o artıq elm, eksperiment daxil olmaqla bu birbaşa olaraq riyaziyyatdır. Keçək musiqiyə. Musiqidə mahnı oxuma, zümzümə, dinləmə, bunlar hamısı aydındır, musiqiyə aid sözlərdir. Amma əl-ayaq hərəkətlərinə ritmik vurur. Baxın, demir sadəcə olaraq əl-ayağı. Deyək ki, stola döyəcəyir və s. Deyir ki, ritmik vurur. Ritmik vurma varsa musiqidir. Amma sadəcə əl-ayaq hərəkətləri edirsə, o bədən kinesidir. Burada bir diqqət edin. Sonra birlikdə oxuma vaxtı, konsert, musiqi alətlərindən ifa. Musiqi alətləri gördüyünüz kimi, özünüzdə görürsünüz, musiqi ritmikin içərisinə verilib. Sonra məkan vizualda dizayn, şəkil, eskiz, vizual təsvirlər. Mənə gəlir ki, bunlar aydındır, burada çətin bir şey yoxdur. İncəsənət, video, film, slayd, puzzle, labirint, şəkilli kitablar, incəsənət muzeyinin ekskursiya hamısı görüntüdür deyə vizualdır. Naturalistə diqqət eləsəz, ev heyvanları, bağçılıq, təbiəti kəşf, planetimizə qayğı fikir verirsiniz. Bu naturalist intellekti. Sonra təbiətə çıxış, heyvanlarla kontakt, təbiəti araşdırmaq üçün lupa və binokul. Və bunlar da əlbəttə ki, birbaşa naturalistin içərisindəkilərdir. Bədən kinestetikə diqqət et, rəqs edir.
qaçır, tullanır. Yəni fiziki hərəkətlərdir də, toxunur, qurur. Jestdən istifadə. Jest mimika bədən kinestetikdir. Rollu oyunlar, tamaşa, hərəkət, idman, praktik öyrənmə, fiziki oyunlar aydındır. Rollu oyunlarda diqqətli olun. Biz demişdik axı aktyor peşəsi bədən kinestetikdir. Rollu oyunlar, tamaşa bunlar doğrudan da fiziki hərəkət tələb edir. Şəxslər arasına gəlincə lider, baxın, bəzən tələbə deyir, müəllim, lider niyə fərd daxili deyil? Fərd daxili özü ilə məşğuldur. O başqalarının ehtiyacını dərk etmir. Ona görə də biz heç vaxt deyə bilmərik ki, fərd daxili bir şəxs lider ola bilər. Lider olmaq üçün gərək kütlənin o nəbzini tutasan söhbəti var da. Yəni başqalarının nə istədiyini biləsən, onların ehtiyacına görə davranasan. Lider şəxslər arasıdır. Manipulyator sözünə diqqət eləyin. Baxın, manipulyator da fərd daxili deyil. Fərd daxili manipulyator ola bilməz. Manipulyator bilirsiniz nədir? Başqalarının öz məqsədi uğruna istifadə edir. Manipulyator budur. Ona görə də manipulyasiya şəxslər arasının içərisindədir ki, başqalarını tanıyır. Bu şənlikdir, təşkilatdır, dost qrup yığıncaqlarıdır, klublardır. Bunlar da çoxluğun olduğu yerdir deyə sosiallaşma imkanı verir deyə şəxslər arasıdır. O ki qaldı fərd daxili. Fərd daxilidə isə məqsəd qoymaq, fikir verirsiniz, refleksiya, yəni qiymətləndirmə, özünü qiymətləndirmə, xəyal qurma, planlaşdırma. Bundan başqa gizli məkan, özü ilə tək qalır, öz tempi ilə işləyir, bunlar aydındır. İndi nəyə diqqət elə? Xəyal qurmaq sözünə bir dənə burada bir əma var. Bu nədir? Biri var ki, mən xəyal qururam, hər hansı bir təsvirlə bağlı. Hardasa özümü təsvir edirəm, hardasa istirahət edirəm. Bu məkandır. Bir də var ki, mən gələcəyimi planlaşdırıram. İşlərimi, karyeramı planlaşdırma varsa o fərd daxilidir. O heç vaxt belə deyək ki, şəxs daxili deyirlər, fərd daxili deyirlər. Vizual ola bilməz. Yəni şəxsin öz məqsədləri varsa, qısa olaraq fərd daxili, amma xəyalən təsvir edirsə nə isə, o artıq məkan vizualdır. Beləliklə, hörmətli tələbələr, əzbərə verirəm bu cədvəli. Yəni əlbəttə ki, əzbərli bir şey yoxdur, sadəcə məntiqlə də yada saxlamaq mümkündür. Və son olaraq, dərsimizə son olaraq, burada aşağıda bəzi strategiyalar verilib Gardnerin sonuncu bölməsində və bunların da adları bizə lazımdır ki, adı təxminən yadda saxlasanız, demirəm hamısını, təxminən yadda saxlasanız, bu da bizə kifayət edir. Məsələn, verbal lingvistikdə, məsələn, sizin sinifdə şagirdləriniz bir neçə intellektə sahib ola bilər. Yəni, hamı verbal deyil, hamı məntiq deyil. Birinci müəllim, indi birazdan keçəcəyik necə müəyyənləşdirə bilər ki, uşaq hansı intellektə malikdir. Təyin eləməlisiniz ki, bu uşaq verbaldır və nədirsə də artıq. Bunlara görə də bunu biləndən sonra da strategiya təyin edirsiniz ki, mən bu uşaqları necə işləyim ki, hamı dərsə cəlb olunsun. Bunların işləmək qaydasını, belə deyək ki, bilmək lazımdır. Başlayırıq. Hekayə xəritəsi, balıq ovu, gündəlik. Birinci buradan başlayaq. Gündəlik, hekayə xəritəsi, yalnız adları, balıq ovu. Gündəlik tutmaq nədir? Mən qısa-qısa deyəcəm hər biri haqqında. Siz amma adlarını götürürsünüz. Müəllim bu 100 vərəqli böyük dəftərlər olur. Ondan tutur, uşaqlar adın soyadını yazır, fənlərin adını yazır və uşaqlar gəlirlər bura. Belə deyə bilərik ki, hər kəs öz fikrini ora yazır. Bu həftə nə öyrəndi? Nədən belə deyək ki, hansı işi gördülər? Həftəlik, aylıq qeydlər şəklində yazılır. Və sonra uşaqların bu şəxsi gündəliklərinə yazdıqlarını özləri davamlı olaraq gəlib oxuya bilirlər ki, onlar hansı uğur əldə ediblər. Gündəlik tutmada yazılma əsas məsələdir. Hekayə xəritəsində isə müəllim uşaqlara iş vərəqləri paylayır, hekayə oxuyur və deyir ki, bu hekayənin qəhrəmanları haqqında, əsas mövzuda baş verən hadisələr haqqında vərəqdə yadlarına qalanları qeyd etsinlər. Bu da yazı qabiliyyəti üçün, verbal lingvistika üçün yaxşıdır. Balıq ovu, balıq formasına kartondan kəsib bir qutunun içinə atıb gətirirsiniz. Uşaqlar əlini atırır. O balıq içərisində o biri tərəfəsindən yazı olur, sual olur. Uşaqlar o sualı cavablandırılır. Bu da çox maraqlı bir metoddur ki, bu verbal uşaqları dərsə cəlb eləyəsiniz. Məntiqi riyaziyyatçı uşaqlarda, baxın, təsnif etmə, kateqoriyalaşma, Sokrat dialoqundan istifadə etmək olar. Çalışın ki, tez-tez sinifdə qruplaşdırma aparın. Tez-tez sinifdə ümumiləşdirmələr eləyin, təsnifatlaşdırın, keçdikləri vizi. Bax, bu uşaqlar üçün bu birəbirdir. Həm də Sokrat dialoqundan istifadə edə bilərsiniz. Sokrat dialoqun iş üsullarını da keçəcəyik. Bu nədir? Müəllim sual verir, uşaq cavab verir. Müəllim uşağın verdiyi cavabdan təzə bir sual çıxardır. Yəni, bu sonsuza qədər davam edə bilər. Sadəcə olaraq müəllim açıq suallar verir də hər zaman. Bir qapalı sual, bağlı sual verməklə, qapalı sual verməklə o açıq sualın qarşısını alır və buna da tutaq ki, Sokrat dialoqu tamamlanır. Sonra gəldik musiqi ritmik.
İndi burada deyərsə Əsmər müəllimə, biz normalda dialoqu verbala vermişik. Bəs bu niyə burdadır? Məsələ budur ki, Sokrat dialoqu adi dialoq deyil. Sokrat dialoqu məntiq əsaslıdır. Və burada da deyilən cavabdan siz məntiqi olaraq bir təzə sual çıxartmalısınız. Bax, məsələ budur. Musiqi ritmikdə ritm, mahnı rep, kontekst musiqi qəbula düşmüşdür. Replə öyrən qafiyəli sözlər. Bu qafiyəli sözlər bizim meyxana dediyimiz hissədir. Yəni müəyyən mövzuları götürürsüz, onu kontekstləşdirirsiniz, uşaq bu şəkildə belə deyək ki, fikrini ifadə edir. Adları zaten özlərinə uyğundur, musiqidən danışırsınız. Məkan vizuala gəlirsiniz. Burada vizualizasiya fikir verirsiniz. Vizualizasiya strategiyasını verib. Rənglər, ideya eskizi, qrafik simvollar adları uyğun gəlir. Nədir vizualizasiya? Müəllim məsələn deyir, gözlərinizi bağlayın və təsəvvür edin. Uşağın təsəvvüründə bir dərsinmi? Məsələn, təsəvvür edin ki, Gülüstan müqaviləsi bağlanır və siz oradasınız, saraydasınız və siz nə edərdiniz? Uşaq vizual olaraq beynində bunu canlandırır. Rənglərdən istifadə edə bilərsiniz. Məsələn, bu məkan vizual sevən uşaqlar rəngləri xoşlayırlar deyə, həssaslar deyə bu rəngə. Rəngli marker, rəngli iş vərəqlərindən istifadə etmək mümkündür. İdeya eskizi, məsələn, deyək ki, görkəmli şəxsiyyətlərlə bağlı fikirlərini belə deyək ki, cızma-qara formatında istifadə etməniz, yəni təsvir etməsini istəyə bilərsiniz. Qrafik simvollarda dərsi qrafikləşmə formasına keçə bilərsiniz. Sonra naturalistik intellektə sahib olan uşaqlarla baxın adı üzərindədir. Təbiətdə gəzinti etmək, pəncərə, bitkilər öyrənmə vasitəsi kimi üsullardan istifadə edə bilərsiniz. Adları lazımdır, içərisi lazım deyil. Bədən kinestetikdə bədən cavabı, sinif teatrı, bədən xəritəsi metodlarından istifadə etmək olar. Məsələn, bədən cavabı deyək ki, müəllim uşaqlara sual verir. Uşaqlar da cavab verər zaman, məsələn, ibtidai siniflərdə əllərində barmaqlarının sayı qədər və tutaq ki, deyək, ayaq barmaqlarının sayı qədər cavablandırmada bədən üzvləri burun 1-dir, göz 2-dir və s. Bunların sayına görə istifadə etmək olar. Sinif teatrı formatında dərs teatrlaşmış formada keçirilir. Bədən xəritəsində isə yenə də belə deyək ki, bədən üzvlərinin köməyi ilə belə deyək, dərsi mövzusu əlaqələndirilib tədris edilə bilər. Şəxslər arası intellektə gəldik. Baxın, burada çoxluq, sosiallaşma var deyə yoldaşınla paylaş. Korporativ qruplar. Bax, belə üsullardan istifadə oluna bilər. Korporasiya, qruplaşma, çoxluğun olduğu fəaliyyət modelidir. Yoldaşınla paylaşdı, aydındır. Fərd daxilidə isə məqsəd müəyyənləşdirilməsi. Çalışmalısınız ki, bu uşaqlar çoxlu məqsəd qoysunlar qarşılarına. Bir də şəxsi inkişafı izləmə qrafiki müəllim uşaqlar üçün hazırlaya bilər. Bir də deyirəm, adları lazımdır, içərisi lazım deyil. Və son olaraq, hörmətli tələbələr, siz necə təyin edə bilərsiniz ki, sizin uşaqlarınız, sinifdəki şagirdləriniz hansı intellektə malikdir? Bunun üçün ən birinci növbədə uşağın özünü müşahidə edin. Görün o sinifdə hansı fəaliyyət edir. İkinci, asudə. Məsələn, boş vaxtında, zəngdə görün uşaq hansı işlə məşğuldur. Başqa müəllimlərlə söhbət edə bilib öyrənə bilərsiniz. Onların dərsində uşaq hansı fəndən maraq göstərir. Və əlbəttə, övladı ən yaxşısı valideyn tanıyır və valideynlə danışaraq onun nəyi sevdiyini soruşa bilərsiniz. Və şagirdlərin özləri ilə danışaraq onların nəyə marağı olduğunu öyrənə bilərsiniz. Beləliklə, hörmətli tələbələrimiz, evdə Gardner nəzəriyyəsini yaxşıca öyrənirik. Testləri evə işarələmiş yerlərlə bir yerdə göndərəcəm. Sizə düşə biləcək suallar içərisində adların mahiyyətində əsas dediyim sözləri diqqət yetirirsiniz və bir də dediyim cədvəli qətiyyən unutmursunuz. Hər kəsə uğurlar, növbəti dərsdə testlərimizin izahı ilə tanış olacağıq. Hələlik.